İran, Azərbaycan və Türk dünyasının torpağıdır, tarixi torpağıdır. Adın dəyişib, hakimiyyətin dəyişib, dilin dəyişməklə deyil axı. Tarixi danmaq olmaz axı. İran Qacarındır, İran Əfşarındır, İran Səfəvinindir, İran Səlcuqundur, İran bizik, Atabəylərin, Dələnizlərin. İran bizik. İran Azərbaycan torpağıdır. Kimin xoşu gəlir, gəlmir, özü bilər. Tarixi danmaq istəyirsənsə, get dan. Amma fakt budur ki, 1925-ci ildən bu tərəfə, düz 100 ildir, İran Pəhləvilər tərəfindən işğal olunub. Niyə deyirəm işğal olunub? Həm İran işğal olunub, həm də Azərbaycanlılar soyqırım olublar da. Bu son 100 ildə 2 dəfə ən azı Pəhləvi Azərbaycanlıları qırıb. Bir, hakimiyyət ələ keçirilən illərdə, bir dəfə Pişəvəri dönəmində. Hələ o birləri demirəm, Xiyabani demirəm, Səqətül İslamı demirəm. Siz nə qədər Azərbaycanlıları qırıblar? Amma kütləvi şəkildə 2-3 dəfə Azərbaycanlıları qırıb dağıdıblar, məhv ediblər.